Salam əziz şagirdlər, Hilal kurslarının təşkil etdiyi Ümumi Sınaq İmtahanı 1-in tarix fənn üzrə video izahları artıq sizə təqdim olunur. Video izahlarda sualların doğru cavabları, izah üsulları və diqqət edilməli məqamlar ətraflı şəkildə şərh ediləcək. Məqsədimiz şagirdlərimizin mövzuları daha dərindən mənimsəməsinə və növbəti sınaq imtahanında və qəbul imtahanında daha yüksək nəticə göstərməsinə dəstək olmaqdır. Bütün şagirdlərimizi uğurlar arzulayır, izahların faydalı olacağına inanırıq. 76 sayılı sualdan başlayırıq. Deməli, ilk milli qəzetimiz haqqında doğru fikrin verildiyi bəndi müəyyən edin. Bilirsiniz ki, ilk milli qəzetimiz Əkinci qəzetidir. Əkinci qəzeti 1875-ci ildə nəşr olunmağa başlayıb və beləliklə biz deyirik ki, milli mətbuatımızın əsası qoyulub. Milli qəzetimiz deyiliksə, deməli, o qəzet Azərbaycan dilində nəşr olunmalıdır. Ərəb dilində nəşr oluna bilməz. Sonra 19-cu əsrdə Şimali Azərbaycanda savadsızlığa son qoya bilməz. Çünki savadsızlığa qarşı mübarizə aparıb, savadsızlığın qarşısını almağa çalışıb və yaxud da ki, xalqı maarifləndirməyə çalışıb. Amma əlbəttə ki, bir neçə il fəaliyyət göstərən bir qəzet savadsızlığa son qoya bilməzdi. Cümlə doğru deyil. Seyid Əzim Şirvani və Nəcəf bəy Vəzirov kimi şəxsiyyətlərin ziyalıya çevrilməsinə böyük rol oynamışdı. Xeyr, onlar zaten ziyalı idilər. Sadəcə onların orada yazıları gedirdi. Bu da səhvdir. Kənd təsərrüfatındakı nöqsanları aradan qaldırmaq istəməsi bağlanmasına əsas səbəbi olmuşdur. Xeyr, ola bilməz. Orada milli məsələlər, dilimiz və dinimizlə bağlı və milli şuurun oyanması ilə bağlı yazılar getdiyi üçün onu deməli Çar hökuməti öz hakimiyyəti üçün zərərli hesab edərək onu bağlamışdı. Düzdür, bu qəzetdə həm də təbii ki, kənd təsərrüfatından bağlı məlumatlar da gedib. Doğru cavab nədir? Özündən sonra bir sıra mətbuat nümunələrinin nəşrinə yol açmışdı. Bəli, məsələn, orada da kitabda da qeyd olunduğu kimi özündən sonra belə bir işlər var və hətta orada nümunə olaraq da Molla Nəsrəddin jurnalından bəhs olunur. Doğru cavab D-dir. Davam edirik 77 sayılı sual. Deməli, 2-ci Dünya müharibəsi illərində Mixailo ləqəbi ilə məşhurlaşan partizan fəaliyyətinə aiddir. Söhbət burada deməli Mixailo kimə deyilirdi? Mehdi Hüseynzadəyə. Alman dilini öyrənmiş və müharibə illərində rəssamlığa başlamışdı. Xeyr, müharibədən əvvəl olmaz. Yugoslaviya azad olunması üçün müharibəyə qoşulmuşdu. Xeyr, bilirsiniz ki, İkinci Dünya müharibəsi başlayanda müharibə Avropada başlayır. Daha sonra 41-ci ildə SSR-ə hücum edəndən sonra deməli Azərbaycan SSR deməli vətəndaşları o cümlədən yəni müharibədə iştirak edənlərimizin müharibəyə qoşulması üçün 41-ci il olmalıdır və SSR-nin Almaniyanın SSR-ə hücum etməsi lazımdır. Ona görə də bundan ötürü Azərbaycanlılar müharibəyə qoşula bilər. Amma sonradan bəziləri bilirsiniz ki, əskərlər və zabitlər əsir düşərək sonradan onlar Avropaya aparılmış və orada müxtəlif yerlərdə partizan dəstələrinə qoşulmuşdu. Yəni C də olmaz. Azərbaycan faşistlər tərəfindən işğal olmasının qarşısını almışdı. Ümumiyyətlə elə bir şey yoxdur. Və ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adı alan bilirsiniz ki, sadəcə Həzə Slanovdur. Cavab burada B-dir. Bəli, Avropanın faşist işğalından azad olunmasında iştirak etmişdi. Yugoslaviyada Avropanın bir hissəsi olduğuna görə bilirsiniz ki, Mixailo ləqəbli Mehdi Hüseynzadə məhz orada deməli iştirak eləyib partizan dəstələrində və ona görə də o da Avropanın bir hissəsi sayıldığına görə biz B cavabını götürməliyik. Davam edirik 78 sayılı sual. Səfəvilər dövlətin Qarabağ Bəylərbəyliyin tərkibində idi və 19-cu əsrdə ilk işğal edilən Azərbaycan torpaqlarından idi. Bilirik ki, bu Qazax borçalı Şəmşəd edildi. Ona görə də biz burada borçalını götürməliyik və Qarabağ Bəylərbəyliyinin sərhədləri təsvir olunarkən kitabda deyilir ki, Tiflisdən Araz çayına qədər əhatə edib. Dolayısıyla orada biz xəritəyə baxsaq borçalını da görə bilərik. 79 sayılı sual. İrəvan xanlığında Qacarlar sülaləsinin hakimiyyətdə olduğu dövrə aid hadisələri müəyyən edin. Bilirsiniz ki, İrəvan xanlığının qurucusu Əfşarlar sülaləsi nümayəndəsi idi, amma sonradan kitabda da qeyd olunduğu kimi hakimiyyətə Qacarlar gəlir. Yəni az sonra deyir Qacarlar hakimiyyətə gəlir. Ona görə də 18-ci əsrdə özümüz üçün belə bir çərçivə götürməliyik. 18-ci əsrdə baş verənlər, xüsusən yaranması, İrəvan xanlığının yaranması və yaxud burada bir ifadə var. İrəvan şəhərinin xanlığın mərkəzinə çevrilməsi bu Əfşarlar sülaləsi dövrüdür. 19-cu əsrdə baş verən İrəvan xanlığı ilə bağlı olan hadisələr bir mənalı şəkildə Qacarların sülaləsi dövrüdür. Ona görə də biz burada nəyə götürməliyik? Rus qoşunlarının məğlub edilməsi. Bilirsiniz ki, 1-ci Rus-Qacar müharibəsi başlayan dövrdə Ruslar cəhd eləsə də İrəvanı tutmağa, amma Rus qoşunları orada məğlub olur. Deməli, biri götürməliyik. Rusiyanın işğalçılıq siyasətinə məruz qalıb təbii ki, 1827-ci ildə və bir də ki, xanlıq ərazisi Rusiya-Qacar müharibəsində
əsas cəbhələrdən birinə çevrilmişdi. 1, 2, 4 doğru cavab B-dir. Erməni vilayətinin yaradılması artıq xanlığın ləğv edilməsindən sonradır. Ona görə də 5-i də götürmək olmaz. 80 sayılı sual. Azərbaycanda ibtidai insanların həyatında baş verən hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Müəyyən edin. Deməli, biz bilirik ki, dini nazların yaranması daş dövrünün əvvəlləridir. Daş dövrünün ortalarında heyvanlar əhəlləşdirilməyə başlayıb və maldarlıq yaranıb. Daş dövrünün sonlarında isə metaldan istifadə başlayıb, yəni mis kəşf edilib. Ona görə də 2-1-3 ardıcıllığı, yəni D cavab olmalıdır. E, 81 sayılı sual. Sxemə uyğun olaraq cavabı müəyyən edin. Şirvanşahlar dövləti 15-ci əsrdə, 14-cü əsr verilib. Qədirlərlə mübarizə, dövlətçiliyin qorunması üçün tədbirlərin görülməsi və s. önəmli deyil. 15-ci əsr tapmalıyıq. Baharlı dövlətinə qarşı Ağqoyunlu dövlətli ittifaq qurması, belə bir hadisə yoxdur kitabımızda. Ümumiyyətlə, Ağqoyunlu dövlətinin Baharlı dövlətin eyni anda mövcud olması biz deyirik ki, mümkün deyil. Biri varsa o birisi yoxdur, o biri varsa, deməli bu biri dövlət olmamalıdır. Burada cavab B-dir. Bəli, Qızılbaş qoşunlarının məğlubiyyətə uğradılması. Bilirsiniz ki, Şirvanşahlarla Ağqoyunlular müttəfiq olur və bir yerdə Şeyx Heydərə qarşı orada mübarizədən danışılır və orada da hətta Şeyx Heydər öldürülür. Cavab burada B-dir. Axistan tərəfinin idarə olunması olmaz 12-ci əsrdir. Şeyx İbrahimin Cahanşahdan yox, Qara Yusifdən asala düşüb, ona da o da olmaz. Və Şeyx Səfiyyəddin və tərəfdarlarına qarşı mübarizə aparması o da mümkün deyil. Çünki Şeyx Səfiyyəddin özü 13-cü əsrdədir və ümumiyyətlə o da siyasi mübarizə aparmır. Davam edirik. 82 sayılı sual Vətən müharibəsi ilə bağlıdır. Deməli, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı doğru olmayan cavabı müəyyən edin. Bilirsiniz ki, 32-ci paraqrafımızda Qarabağda quruculuq işlərindən danışılır və oxuduqca zaten bunlar hamısı sizə tanış gələcək, yəqin ki, ümid edirəm, heç kim bunu səhv eləməyib. Ağılı kənd layihəsi var, Zəfər yolu var, Füzuli və Zəngilanda hava limanı var, Dirçəliş fondu var. Burada görürsünüz, bu cavab, yəni D cavabı Qərbi Azərbaycandan deportasiya edilən Azərbaycanlıların öz ata-baba yurdlarına dönməsi Zəngilan rayona qayıdışla başladı. Təbii ki, bu ifadəyə görürsünüz, yanlışdır. Qərbi Azərbaycanla Qarabağdan heç bir əlaqəsi yoxdur. O Zəngilana qayıdış məsələsi, yəni ki, Ağalı kəndi, o Qarabağa dönüş məsələsidir, geri dönüş məsələsidir əhalinin. Qərbi Azərbaycan məsələsi başqa bir məsələdir. Deportasiya ilə bağlı olan bir məsələdir. Onun heç bir əlaqəsi yoxdur. Cavab burada D-dir. 83 sayılı sual. Uyğunluğu müəyyən edin. Pənahabad qalası Qarabağ xanlığında yerləşirmi? Bəli. Bəzi qalası Şirvanşahlara aid deyil. Ondan əvvəl inşa edilib. Xürrəmlər mərkəzi bilirsiniz ki, Bəz qalası idi. Gülüstan qalası Şirvanşahlara deməli Şirvanşahlara aiddir. Bu da düzdür. Sərdar Sarayda İrəvan xalqına aiddir. Səfəvlərə aid ola bilməz. Deməli 1-3 doğru cavab A-dır. Davam edirik. 84 sayılı sual. Azərbaycan dövlətlərinin paytaxtı olmamışdı. Deməli, burada nəzərdə tutulub Səlcuq dövləti. Səlcuq dövləti Azərbaycanda yaranmadığına görə onu Azərbaycan dövləti hesab etmirik və onun da paytaxtlarından biri Nişapur olub. Amma marağa ərdə bilirsiniz ki, Sacilər dövlətinin, Məşhəd Əfşarlar dövlətinin, İsfahan da Səfəvilər dövlətinin paytaxtı olduğu üçün bunlar Azərbaycan dövlətlərinin paytaxtı sayılır. Heydər Əliyev və İlham Əliyevin hakimiyyət dövrləri üçün ortaq olan fəaliyyət istiqamətini müəyyən edin. Yəni oxşarlıqlarını müəyyən edin. Fəaliyyətindəki beynəlxalq iqtisadi layihələrin icrası 1. İlk dəfə prezident seçkilərinin seçilməsi, bilirsiniz ki, Heydər Əliyevdən əvvəl Əbülfəz Elçibəy prezident olub. Deməli, onların, yəni Heydər Əliyevin dövründən də əvvəl prezident seçkiləri olub. Çünki Heydər Əliyev 93-cü ildə prezident seçilib. Amma Azərbaycan Respublikası 91-ci ildən mövcuddur. Ona görə 2-ni çıxırıq və qoşulma hərəkatı da bilirsiniz ki, İlham Əliyevin dövrüdür. 3-ü də çıxırıq. Burada cavab belə olduğu kimi 4-1-4 olur. Bəli, hər iki prezidentimiz işğal edilmiş torpaqların azad edilməsinə çalışmışdı. Doğru cavab Y-dir. 86 sayılı suala gəlirik. Xəritə sualıdır. Azərbaycan Respublikasının həmsərhəd olduğu dövlətlərin ümumi xüsusiyyətlərinin düzgün verildiyi bəndi müəyyən edin. Birinci növbədə xəritəmizdir, bu bilirsiniz, kitabımızda da var. 1 Rusiyanın ərazisidir, yəni 1 Rusiyadır, 2 Gürcüstandır, qonşularımızı tanımalıyıq biz onsuz da, ümid edirəm hamı da öyrənib bu xəritəni. 4 Ermənistandır, 3 isə Türkiyə ərazisidir. Bu, təbii ki, öz xəritəmizdə bu Azərbaycanda buradır. İndi biz baxmalıyıq, burada nə yazıb? Dövlətlər, ümumi xüsusiyyətlər. 1-4. 1-4 nəyi nəzərdə tutur? 1-4 Rusiya və Ermənistan. 3 tərəfli 10 noyabr bəyanatı imzalayaraq müharibə vəziyyətinə son qoydularmı? Bəli. Azərbaycanın bir yerdə müqavilə imzalandı, bəyanat imzalandı və müharibə vəziyyətinə son qoyuldu. Bunu biz bilirik ki, bu baş vermiş hadisədir. Biri götürürük.
2-də deyir ki, deməli, Rum rəqəmi ilə 2-də və sonra 2-3 deyir. Yəni xəritədə 2-3 Gürcüstanla Türkiyə nəzərdə tutulur. Müasir dövrdə Azərbaycanın neft, qaz və nəqliyyat layihələrində əsas tərəfdaşları hesab olunurmu? Bəli. Neft, qaz və nəqliyyat. Yəni nəyi nəzərdə tutur? Bakı, Tbilisi, Ceyhan. Görürsüz, Bakı, Tbilisi, Ceyhan Türkiyədir, Gürcüstandır. Sonra Bakı, Tbilisi, Ərzurum qaz kəməri, yenə 3 dövlət və Bakı, Tbilisi, deməli, Qars dəmir yolu, yenə 3 dövlət. Dolayısıyla bu da doğru cavabdır. Burada cavab C-dir. Digər cavablar yanlışdır. Vətən müharibəsindən sonra Qarabağda sülhün və təhlükəsizliyin təmin olunması üçün Şuşada sülh məramlı qüvvələri yerləşdirilmişdi. Şuşada sülh məramlı qüvvələr yerləşdirilməmişdi. Xankəndidə və Xocalıda yerləşdirilmişdi. Özdə burada 1-3 deyir. Kimi nəzərdə tutur? Rusiya və Türkiyə. Rusiyanın qüvvələri yerləşdirilmişdi, amma Türkiyədə yox. Ona görə olmaz. Və Azərbaycana mənəvi dayaq olaraq hər zaman dəstək olmuş və qələbəmizdə öz qətiyyətli mövqeyi ilə mühüm rol oynamışdı. 1-2 Rusiya və 2 Gürcüstan qətiyyən heç birinin belə bir mənəvi dəstəyi yoxdur. Bu sadəcə Türkiyəyə aid bir ifadədir. Ona görə bu da olmaz. 87 sayılı sual. Müasir Azərbaycan xəritəsində rəqəmlərlə işarələnmiş şəhərlərə aid olanları müəyyən edin. 1 Şəkidir. Deməli 2 də Şuşadır. Deməli biz burada nə etməliyik? Onlara uyğun olanları tapmalıyıq. Nadir Şaha qarşı üsyan baş vermiş Şəkidə verib və ilk müstəqil xanlıq orada mı yaranıb? Yaranıb. Şuşada da Üzeyir Hacıbəylinin bilirsiniz ki, ev muzeyi yerləşir. Şuşa İbrahim Xəlil xan tərəfindən yox, Pənahəli xan tərəfindən əsası qoyulub. Ona görə də qarışdırmayaq bunu da. D-ni çıxırsınız zaten. D cavab olanları çıxırsınız və burada cavab olur D, 1AB, 2C. 88 sayılı sual göstərilən xüsusiyyətlər aid olduğu dövlət. Ərəb xilafət tərəfindən süquta uğradılıb. Ərəb qədim dövrdə Romalıların hücumuna məruz qalıb. Əlbəttə ki, bu Albaniyadır. Davam edirik. 89 sayılı sual. 3 müqavilə, Kürəkçay, Gürcüstan, Türkmənçay. Amma şiddiqlənmiş ərazi, yəni Gürcüstanla Türkmənçayın oxşarlığını tapmalıyıq. Burada cavab nə olacaq? Qarabağ xanlığı Rusiya birləşdirməsinin təsdiq edilməsi bu Kürəkçaydır. Ermənilərin kütləvi şəkildə köçürülməsi məsələsi Türkmənçaydır. Azərbaycanın Araz çayının cənubdakı bütün şəhərlərinin Rusiya imperiyası tərəfindən işğalın təsdiqlənməsi yanlış cümlədir. Şimali Azərbaycan torpaqlarında imzalanan da Kürəkçay ilə Gürcüstandır. Olmaz. Cavab B-dir. Bəli. Həm Gürcüstan, həm Türkmənçay Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirmişdi. Yəni təsdiqləmişdi. Deməli, Azərbaycan SSR 20-ci 30-cu deməli Azərbaycan SSR-nin 20-ci əsrin 20-ci 30-cu illəri tarixinə aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini təslim etmək tələbinin verilməsi. Bilirsiniz ki, AXC süqut eləməli ki, Azərbaycan SSR yaransın, bir olmaz. Avtomatik A, D, Y getdi. Sonra xüsusi mülkiyyətin qorunması üçün dövlətin bir sıra tədbirlər görməsi. Tam tərsinə xüsusi mülkiyyətə qarşı idi Sovet hökuməti. Ona görə 2-ni də silirik. Burada onsuz da cavab 3-4 qalır. Yenə də kontrol edək. Məscidlərin bağlanması və din xadimləri təqib olunurdu mu? Bəli. Bütün xarici ticarət Moskva nəzarət altına keçmişdimi? Bəli. Doğru cavab 3-4-dür, yəni C-dir. Azərbaycan dilindən istifadə qadağan edilməsi yanlış cümlədir. Əlbəttə ki, belə bir şey mümkün deyil. 91 sayılı sual. Eradan əvvəl 6-cı yüzillikdə bir mənalı şəkildə Manna dövləti süquta uğramışdı. Digər cavablara da baxmağa ehtiyac o qədər də yoxdur. Bildiyimiz bir faktdır. Yəqin ki, hamınız da düz yazmısınız. Səlcuqların Azərbaycana gəliş ərəfəsində yəni nə baş vermişdi? Yəni Səlcuqlar gələndə, yürüş etməmişdən əvvəl Azərbaycan hansı vəziyyətdə idi? Azərbaycanda pərakəndəlik var idi. Yəni bir neçə dövlət var idi. Onlardan biri də Şirvanşahlar. Və çünki deyir ki, Azərbaycanın Səlcuq imperiyasının tərkibinə düşməsindən sonra pərakəndəliyə son qoyuldu. Deməli, ölkədə də pərakəndəlik var imiş. Cavab burada B-dir. 93 sayılı sual Azərbaycan Xalq Cümhuriyyətinə aiddir. Deməli, AXC-yə aid xüsusiyyəti tapmalıyıq. Hadisəni tapmalıyıq, daha doğrusu. Müsavat təşkilatının Çar Rusiyasına qarşı azad mübarizə aparması Çar Rusiyası AXC dövründə yox idi. Nəsib bəy Yusufbəylinin parlament sədri olması Topçubaşovdur, səhvdir. Milli ordumuzun hissələrinin daşnaq qüvvələrini zərərsizləşdirməsi, bəli. Söhbət burada Əsgəran döyüşündən gedir. Qarabağ qiyamından sonra ermənilərin o hadisəni xatırlayın, 1920-ci il və bizim orada milli ordumuz neynədi? Daşnaq qüvvələrini qalib gəldi. Cavab C. 94 sayılı sual yenə xəritə sualıdır, tarixi xəritəmiz. Xürrəmlər Hərəkatının əsas mərkəzi burada yerləşirdi, Bəz qalası, yəni Ərdəbil yaxınlığında və eyni zamanda Ərdəbil həm də Sacovlar dövlətinin ikinci paytaxtı idi. Bəli, 4. Doğru cavab C-dir. 95 sayılı sual Səfəvi hökmdarı Şah II Təhmasiblə bağlı deyil. İkinci Təhmasib bilirsiniz ki, 18-ci əsrdə hakimiyyətdə olan hökmdarıdır. O Nadiri Səfəvi ordusunun komandanı təyin edib, Əfqanlarla mübarizə aparıb, dövlətin ərazi bütövlüyünü qorumağa çalışıb, 18-ci əsrdə də hakimiyyətdə olub. Bəli, cavab asandır əslində D. Ölkənin xanlıqlara bölünməsinin qarşısının alınması.
Səfəvlərin dövründə elə bir şey yoxdur zaten. 96 sayılı sual Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fəaliyyətlərinə aid deyil. Əsl müqaviləsini imzalayıb. Beynəlxalq layihələrin Azərbaycandan keçməsini əsas xarici siyasət istiqamətindən biri olaraq müəyyənləşdirib. Ölkədə milli məclis seçkiləri keçirilib. 95-ci ildə də, 2000-ci ildə də. İlham Əliyev də onun dövründə Avropa Şurasında nümayəndə heyətin başçılıq edib. Azərbaycanın Şuşada musiqi festivalı keçirməsi mümkün deyil Heydər Əliyevin dövründə. Çünki 1992-ci ildə Şuşa işğal edilib. Heydər Əliyev hakimiyyətə gəlib 93-cü ildə Şuşa artıq işğal altındaydı. Bir də biz Şuşanı azad eləmişik 2020-ci ildə. Onda da artıq təbii ki Heydər Əliyev yox idi. 97-ci sual artıq biz açıq suallara keçirik. Azərbaycan Respublikasının 20-ci əsr tarixinə aiddir. Qarabağ münaqişəsi başladığı zaman ərazi bütövlüyünü qorumaq üçün mübarizə başlaması. Bilirsiniz ki, Qarabağ münaqişəsi 1988-ci ilin əvvəllərində başlayıb. Onda artıq hələ ki Azərbaycan Respublikası yox, Azərbaycan SSR idi. Ona görə biri götürmək olmaz. Birləşmiş Millətlər Təşkilatının üzvü olması biri budur. Hakimiyyətə yeni prezidentin gəlməsi, bəli, məsələn Heydər Əliyev gəlib hakimiyyətə 1993-cü ildə Əbülfəz Elçibəydən sonra Azərbaycan milli qəhrəman adı, fəxri adının təsis edilməsi əlbəttə o da var. 92-ci ildən etibarən biz bu adları görürük. Məsələn, Əlif Hacıyevdən başlayaraq Tofiq Hüseynov və s. 5 də olmaz. Xocalı aeroportu fəaliyyətə başlaması. Bilirsiniz ki, Xocalı aeroportu kitabda da qeyd edildiyi kimi Sovet dövründə də deyir, yəni işğaldan əvvəl, yəni Sovet dövründə də Qarabağda fəaliyyət göstərən yeganə hava limanı orada inşa edilmişdi. Təbii ki, onun fəaliyyətə başlaması Sovet dövründə təsadüf eləyir. Ona görə də 1-5 yanlışdır. 2-3-4 doğru cavabdır burada. 98 sayılı sual. Vətən müharibəsinin gedişində baş verən hadisələri müəyyən edin. Deməli, Suqovuşan erməni işğalından azad edilməsi, bəli, bilirsiniz ki, müharibənin əvvəlində baş verib. Eyni zamanda Qarabağ səmasında üstünlüyü ələ almamız 1-3 doğru cavabdır. Yanlışlara baxaq. Laçının tam olaraq nəzarətimizə keçməsi bilirsiniz ki, müharibənin gedişatında yox, bəyanat əsasən olub. Horadiz əməliyyatı nəticəsində Kəlbəcər azad edilə bilməz, bu da səhvdir. Və General Polad Həşimov müharibə ərəfəsində şəhid edilib, o da olmaz. 99 sayılı sual Bayandurlu dövlətinin 15-ci əsr tarixinə aiddir. Qanunnamənin qəbul edilməsi 1, bəli, Həsən Padşahın qəbul etdiyi qanunnaməni nəzərdə tutur. Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlayıb, məsələn Venesiya ilə. Süqutu uğraması 16-cı əsrdə olmaz. Bütün Azərbaycan torpaqlarını əhatə etməyib. Elatlar orada xidmət edirdi %100, bu da doğru cavabdır. 1, 2, 5. Və 100-cü sual, deməli uyğunluğu müəyyən edin. Əfşarlar dövlətinin daxili və xarici siyasəti. Osmanlı dövləti ilə münasibətlərə diqqət yetirməsi. Bu var, bəli, məktub yazıb hətta Osmanlı hökmdarına İslam dinində parçalanmanın qarşısını almaq üçün, ixtilaflara son qoymaq üçün daha doğrusu. Ona görə də biz bunu xarici siyasət kimi götürürük. Bu deməli 2-yə gedəcək. Sonra ölkənin vilayətlərə bölünməsi bəli bölünmüşdü. İri vilayətlərə bölmüşdü ölkəni B, 1 olur B. Səfəvlərdən qalma bəzi vəzifələri də ləğv etmişdi. Mərkəzi Asiya və Hindistana da yürüş etmişdi. Bu da olur xarici siyasət. 1BC, 2AD. Beləliklə, əziz şagirdlər, bu video izahımızın da sonuna gəldik. Növbəti sınaq olsa əgər növbəti sınaqda, olmasa belə inşallah qəbul yaxınlaşır. Qəbulda hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.